Salam əziz abituriyentlər. Bugünkü mövzu izahımız sabit cəryanın mövzusunun, sabit cəryanın işi və gücü mövzusudur. Biz sizlə ümumiyyətlə naqildən elektrik cəryanı keçərkən müxtəlif təsirlərdən özünü göstərir. Bunun haqqında keçən dərs danışdıq. 3 dənə təsirimiz vardı. Kimyəvi təsir, istilik təsiri, maqnit təsiri. Gəlin bir nümunə göstərək. Məsələn, mən elektrik cəryanını məsələn ütünü elektrik cəryanına qoşduqda nə baş verir? Cəryan keçdikdə ütü başlayır isinməyə. Bunun səbəbi nədir? Elektrik enerjisi daxili enerjiyə çevrilir. Başqa bir nümunə ventilyator qoşdum. Ventilyator nəticəsində elektrik enerjisi nəyə çevrilir? Mexaniki enerjiyə çevrilir ki, ventilyator hərəkət eləməyə başlayır. Düzdür? Eyni ilə buradan belə bir nəticə çıxarırıq ki, biz enerji bir halda, istilik təsiri müşahidə olanda enerji bir haldan başqa hala çevrilir. Yəni bizim bütün elektronikalarımız bir haldan başqa hala çevrilməsi nəticəsində alınır. Onda belə çıxır ki, enerjinin çevrilmə prosesi olması üçün də mütləq şəkildə iş görülməlidir. Durduq yerə nəsə bir haldan bir hala keçə bilər? Xeyr. Mütləq iş görülməlidir ki, enerji bir haldan başqa hala keçsin. Adi məsələn, yemək yemişik, qabları saxlamışıq. O qabları biz yumalıyıq, iş görməliyik ki, təmizlənməlidir. Təmiz olub yerinə getməlidir. Eyni qayda ilə bu da. Bir haldan başqa hala keçməsi üçün iş görülür. Həmin o iş naqildən keçən yükün miqdarından və həmin o naqilin uclarındakı gərginlikdən asılı olacaq. İndi biz deyirik ki, demək, ona görə də iş üçün düstur deyirik. A bərabərdir Q vurulsun U. Bir tərəfdən də bilirik ki, Q elektrik yüküdür. Düsturum İT'dir. Gətirib yerinə yazsaq iş üçün düstur alaram. A bərabərdir İUT. Biz mexanikada da keçdik ki, iş A hərfi ilə işarə olunur. Vahidi də nə idi? Joul'dur. Burada da eyni qayda ilə qalacaq. Biz işə tərif versək, nə deyərik? Deyərik ki, cəryanın işi, cəryan şiddəti, baxın cəryan şiddəti, bu hissənin uclarındakı gərginlik və işin görülməsinə sərf olunan zamana hasilinə bərabərdir. Bir növ buradakı tərifi oxuyuram uşaqlar. Sonra bir tərəfdən də biz sizlə keçmişdik ki, Ohm qanunu keçmişdik. Necə idi Ohm qanunu? Ohm qanunu deyirdi ki, A bərabər, yox, daha doğrusu, çaşdıma dedim. Cəryan şiddəti I bərabərdir, U böl R-dir, düzdür? Və yaxud da ki, ikinci düsturumuz necə idi? İkinci düstur deyəndə buradan onu tapsaq, gərginlik U bərabərdir. Onu qəşən yazaq, eybəcər yazdım. U bərabərdir I R deyə yaza bilərik. İndi bu düsturda gətirib bunları yazsam, məsələn, burada I-nin yerinə bu ifadəni yazsam, nə alaram? A bərabərdir. I-nin yerinə U böl R, vurulsun U, vurulsun T. Nə alınır? Alınır U kvadrat, bölünsün R, vurulsun T. Tapmış oluruq. Və yaxud da ki, U-nun yerinə IR yazsam, nə alacam? A bərabərdir. Onun yerinə yazsam I vurulsun IR, vurulsun T. Yəni, A bərabərdir I kvadrat R, T düsturunu almış oluruq. Bu düsturları aşağıda da yazmışam. Prosta hardan çıxdığını daha aydın olsun deyə təzdən yazdım. Demək ki, iş üçün neçə dənə düstur tapdıq? 4 dənə düstur oldu. A bərabərdir. Devam eləyək. A bərabərdir. Baxın, A bərabərdir Q vurulsun U. A bərabərdir IUT. Bir də A bərabərdir I kvadrat RT. A bərabərdir U kvadrat bölünsün R vurulsun T düsturlarını almış olduq. Sonra elektrik cəryanının gücü. Biz mexanikada elektrik cəryanının gücü haqqında danışmışdıq da, deyirdik ki, vahid zamanda görülən işə güc deyilirdi və yaxud da ki, eyni tərifdir. Görülən işin, bu işin görülməsinə sərf olunan zamanı olan nisbətinə də güc demişdik. Amma mexanikada gücü N hərfi ilə, böyük N hərfi ilə işarə eləmişdik. Amma burada isə gücü P hərfi ilə işarə edirik. Baxın, P bərabərdir A bölünsün T. O da bərabərdir. Biz işin düsturları nə demişdik? IUT demişdik də, düzdür. Baxın, bu IUT. Gətirib yerinə yazsaq, alarıq orada T'lər ixtisar gedəcək. Alınacaq I vurulsun O. Və yaxud da ki,
i kvadratı RT düsturunu yazsaq, t'lər ixtisar gedəcək, alınacaq i kvadrat RT. Digər u kvadratı böl R vurulsun T düsturun A'nın yerinə yazsaq, yenə t'lər ixtisar gedəcək, u kvadratı RT düsturunu almış olaram. Demək, burada cəryanın gücü P hərfi ilə işarə olundu. Gücün vahidi də wattdır uşaqlar. Elə mexanikada demişdik, yəqin ki bilirsiniz. Joule bölünsün saniyədir. Amma əgər watt cihazı əlimdə yoxdursa, mən necə hesablaya bilərəm? Təbii ki, buradakı düsturlarla. Yəni nə? Cəryanın işin nə ilə ölçürük? Cəryanın işin sarğacla ölçürük. Elektrik sayğacla ölçürük. Əlimdə bir sarğac, bir də saniyə ölçən olsa, mən sarğacın göstəricisini zamana bölsəm, gücü almış olaram. Və yaxud ampermetrlə voltmetr olsa, ampermetrlə cəryan şiddətini ölçüb, voltmetrlə gərginliyi ölçüb, onları bir-birinə vursam, mən cəryanın gücünü tapa bilərəm. Beləli yoldaşlar, indi gəldik gücün bu düsturundakı kəmiyyətlərlə bir-birini müqayisə etməyə uşaqlar. İndi burada nə edirik? Biz dedik ki, baxın, hər hansı iki kəmiyyəti bir-birinə müqayisə etmək istəyiriksə, biz düstur seçəndə həmişə diqqət eləməliyik ki, bu iki kəmiyyəti müqayisə ediriksə, üçüncü kəmiyyət mütləq şəkildə sabit olmalıdır. 3, 4, 5, onlar digərləri mütləq şəkildə sabit olmalıdır. İndi baxın, burada gücün cəryan şiddətindən asılılıq qrafikini istəyir. Nə etməliyəm? Elə bir düstur seçməliyəm ki, müqavimət sabit olmalıdır. Baxın, i kvadratı R, görürsünüz, P i kvadratı R olanda i ilə kvadratik asılıdır, R sabitdir burada. Və yaxud da ki, P-nin R-dən asılı qrafiki. Hansını götürəcəm? Ya bunu götürməliyəm i kvadratı R, ya da u kvadratı böl R. Hansını götürə bilərəm? Məsələn, şərtində bizə verir mütləq şəkildə cərəyanın sabit olduğu, yəni P bərabərdir i kvadratı R düsturunu götürməliyəm. Oradan da görürəm ki, müqavimət güclə necə asılıdır? Düz asılıdır. Ona görə bu düsturu götürürəm. Sonra digər tərəfdən gücün müqavimətlə asılılığı qrafikini istəyir. Amma onun sabit olduğu, demək hansı qrafiki götürəcəm? Baxın, hansı düsturu götürəcəm? P bərabərdir u kvadrat bölünsün R düsturu. Buradan da görürəm ki, güc müqavimətlə tərs asılıdır. Gəldik John Lenz qanununa. Gəlin baxaq nədir bu John Lenz qanunu. Dedik ki, elektrik cəryanı keçən metal naqil qızır. Bu nə ilə izah olunur? Deyirik ki, naqildən cəryan axan zaman nizamlı hərəkət edən elektronlar kristal qəfəsin düyünlərindəki rəqsi hərəkət edən ionlarla toqquşur və öz enerjisinin bir hissəsini ionlara verir. Nəticədə nə baş verir? İonların rəqsi hərəkət enerjisi artır və kinetik enerjisi artır. Bu artma nəticəsində də nə baş verir? Bir növ temperaturun yüksəlməsinə səbəb olur. Yəni, enerjini saxlama qanununa əsasən tərpənməz metal naqildən cəryanın gördüyü iş yalnız onun daxili enerjisinin artmasına, yəni naqilin qızmasına sərf olunur. Nəticədə naqildən istilik miqdarı ayrılır. Demək belə çıxır ki, mənim verdiyim iş elə onun isinməsinə, istilik miqdarına sərf olunur. Onda mən deyərəm ki, iş elə bərabərdir istilik miqdarına. Biz termodinamikadan da istilik miqdarının Q hərfi ilə işarə olunduğunu haqqında danışmışdıq. Onda A bərabərdir Q. O da bərabərdir. İşin düsturların yerinə yazırıq. IUT, i kvadratı RT, o da bərabərdir. U kvadratı böl R vurulsun T. Bu oldu bizim John Lenz qanunu. Bunu da Joule'la Lenz kəşf elədiyinə görə hər ikisi alimin adına şərəfinə verilmişdir. Yəni nə deməkdir? Cəryanlı naqildən ayrılan istilik miqdarı, cəryan şiddətinin kvadratı, naqilin müqaviməti və cəryandan keçən müddətinin hasilinə bərabər. Sonra, bir dənə əsas nüansı burada qeyd edilir uşaqlar. Biz indi bundan sonraki dərsimiz ardıcıl və paralel birləşmələrdir. Əgər bizə ardıcıl birləşmə verirsə, indi gələn mövzuda daha yaxşı başa düşərsiniz. Ardıcıl birləşmədə cəryan şiddətləri sabit olur. Yəni, axan cəryanlar sabit olur. Ona görə də bizə ardıcıl birləşmə deyəndə biz cəryan şiddəti ilə olan düsturu götürürük. Məsələn, işin, istilik miqdarının, gücün müqavimətlə müqayisə etmək istəyiriksə,
Əgər ardıcıl birləşmədirsə, cərəyan olan düstur. Bir kəmiyyət sabit olmalıdır axı. Ona görə cərəyanla olan düstur. Yəni, məsələn, işi müqayisə eləyirəmsə, ardıcıl birləşmədirsə, i kvadratı rt düsturunu götürürəm və burada i kvadratı rt düsturundan da, bunu gəlin, i kvadratı rt düsturundan da, baxın burada da görürəm ki, müqavimət işlə düz aslıdır. Və yaxud istilik miqdarı ardıcıl birləşmədirsə, i kvadratı rt, yenə də düz aslıdır. Gücü deyiriksə, i kvadrat r düsturundan istifadə edirik və düz aslılıq görürük. Paralel birləşmədə isə gərginliklər sabitdir. Niyə? Uclarındakı eyni uca bağlandığına görə, hər ikisi eyni naqilin, baxın, eyni naqilin uclarına bağlandığına görə buradakı gərginliklər bərabər olur. Ona görə də mən düstur seçəndə gərginliklə olan düsturu götürməliyəm. Məsələn, işin müqavimətdən asılı qrafiki bizə verir, asılılığını istəyirsə, o kvadratı bölür, vur t düsturundan istifadə edəcəm. Sonra istilik miqdarı istəyirsə, yenə də o kvadratı bölür, vur t düsturundan. Gücün müqavimətdən asılı qrafikini istəyirsə, p bərabərdir, o kvadrat böl r düsturundan istifadə edəcəm. Yoldaşlar, bugünlük bu qədər. Gələn mövzularda görüşmək üzrə.